Salam dostlar. Bugün Granny adlı bir oyun necə işlənir onu sizə göstərəcəm. Amma abunə olmayı və like atmayı, bildirişlər açarsanız məni çox sevindirərsiniz. Bu da belə Google-a da Google'dan işləyim də o Google'dan falan olmuyor. Yəni yenə də yazsa elə klasik Granny çıxacaq. Bundan əksinə belə şeydir. Mən Google'dan işləyirəm. Google'a girirsiniz. Google'a girdikdən sonra buraya yazırsınız ki Granny bunu yazırsınız. Bunu yazmayın. Bir de APK yazın. Onu yazanda daha çok şeyler gelecek. Burada belə Game Jolt olacaq. Bu birinci var ya. Birinci Granny Legend yazıb. Ona basırıq. Burada belə şəkillər falan görəcəksiniz. Belə şəkillər belə bu. Burada görəcəksiniz ki, burada pəncərə var. Yəni pəncərə Windows və Windows şey deməkdir də. Burada da halda olmur. Amma siz heç şey eləmirsiniz. Görürsünüz ki, ikincidə Granny Legend'in yanında bir dənə mobilya yazıb. O mobilyada buna basın. Bu donulanda basın. Burada bu aşağıda Granny Legend APK var. Böyle ona basın. Ona bastıktan sonra bu yüklənir. Yüklendikten sonra bir yüklensin. Yüklendi. Ne yaxşı. Buradan sonra fail indirir, ətraflıya basırsınız. Granny Legend yüklənir. Bu kadar. Əgər mən bu oyunu bir girəcəm, baxım görüm səhvdir ya düzdür. Düzdürsə şey eləyəcəm. Olsa oyun yüklənir elə çox az qalır. Bir baxacağım görün ki yüklən yoxsa yüklənmir. Görək baxaq görək. Quraşdırılır, ləğv edin. Tamam, quraşdırılsın. Ona kimi siz də aşağıdan like butonunu və abunə olma butonunu basmayı unutmayın. Burada tətbiq quraşdırılıb. Hazırdır açsına bassasınız avtomatik olarak elə o oyun eyni oyunu açır. Hazırdırsa basanda elə gedir. Fail indirildi. Burada icazə verirəm onu elə, bunu elə, onu elə, bu lazım deyil. Sadəcə yüklənəcək. Buna basın. Buna bastıktan sonra gördüğünüz üzere oyun yüklendi. Bu kadar. Yine başka bir şey varsa demeyi unutmayın. Sağ olun.